Təhsillə bağlı mənə ən çox belə, bilmirəm, belə tragikomik situasiya yarandı. Dimin rəhbəri dedi ki, bəzi müəllimlər belə həll eləyə bilmirlər də. Yəni, məsələ bilirsiniz nədir? O dimin elə təyin etdiyi suallarla həmin müəllimlər universitetə girib də. Universitetə giriblər də. Universitetə o kim onlara belə yolunu açıb. Həmin Dövlət İmtahan Mərkəzi açıb da. Yəni siz müəllim yetişdirmisiniz, o müəllim qayıdır və şagirdlərə daha yaxşı təhsil verə bilmirsə, deməli bu konveyeri bir saxlamaq lazımdır. Bunu bir belə deyək də söndürmək lazımdır ki, olmaz. Bilirsiniz niyə? Bunu yorulmuşuq deməkdən. Uzun illərdir Azərbaycanda ən aşağı balla daxil olan pedaqoji universitetlərdir. Ən aşağı bal ora düşür. Onu da qınamıram. İnsan müəllim olanda ən yaxşı halda özdə xanımların üzərinə yüklənmişik. Özdə dedilər, özləri də etiraf edirlər ki, məktəblərdə 90%-dən yuxarıdır xanım müəllimlər. Bir hadisə danışım haşiyə olaraq. Yaponiyada çox konservativ ölkədir. Hələ də konservativdir, uzun illər keçməsinə baxmayaraq. Yaponiyada kişi xeylağı uşağa toxunmaq, uşağı oxşamaq, uşağı öpmək yaxşı sayılmırdı cəmiyyət içində də. Ailəsinin içində ola bilər. Amma belə də bu samuray mədəniyyətinə, samuray fəlsəfəsinə uyğun gəlmirdi. Və müharibədən sonra 50-ci illərin əvvəllərində Yapon hökuməti gördü ki, təhsildə ancaq qadınlardır. Bu o demək deyil, qadınlar pis təhsil verir. Yox, prosta rəqabət yoxdur. Rəqabət yoxdur sadəcə. Yəni belə bir ona görə götürdülər 50-ci illərdə məktəbdə kişi müəllimlərin, qadınların da təbii ki, amma kişi müəllimlərin maraqlandırmaq üçün maaşı 3-4 dəfə birdən biri artırdılar. Və universitetlərdən daha yüksək maaş qoydular. Bəzi universitet müəllimləri ənənə yaddan çıxdı, samuraylıq yaddan çıxdı, pul olan yerdə elə olur da, köçdülər məktəblərə və Yaponiyanın texnoloji inkişafının təməlini məktəbdə qoydular. Yəni o vaxtın pulu ilə 3000-4000 dollara ekvivalentində maaş alırdısa, buna bir maşın, hər ay maaşına bir maşın düşürdü az qalır. Bu da götürdü kişi müəllimlərin sayını yarı-yarıya qədər artırdı. Rəqabət yarandı. Məktəbdə daha yüksək rəqabət yarandı deyə müəllimlər daha belə deyək, hazırlıqlı müəllimlər ora köçdü. Bizdə nədir? Məktəbdə müəllimlərin zaten maaşı az. Atası da oturur fikirləşir ki, qızıma diplom lazımdır da. Bizdə diplom alırlar da, bilik yox axı. Harada da az bal, gedir biraz müəllim tutur, hazırlaşdırır. Gedir 250-300 balla da gedir pedaqojiya. Orada da bir təhər oxuyur, qutarır, sonra gedir müəllim olur. Bu belə dar döngədir, dar çarxlar belə dönür. Uzun illər, 20 ildir, 30 ildir belədir. Yəni sonra həmin müəllim də gəlir, daha keyfiyyətsiz şagird yetişdirir. Sonra da hamı çıxır, bir-birini günahlandırır. Və yaxud da özünü tənqid eləyir. Ən yaxşı halda. Daha çox eminəm bunu. Özünü tənqid eləyir. Bu yaxşı şeydir, özünü tənqid çox gözəl şeydir. Amma mən neyniyim ki, yaxşı, neyniyim sən bu gördüyün işlərin mən necə düzəldə bilərəm kənardan da. Tənqid eləyirsən, eyvallah, əla. Görün bunu düzəldin də onda.